Bir neçə gündür xəstəxanaya yerləşdirilən xalq artisti Şeyx Əbdülmahmudovun görüntüləri yayılıb. Bugün TV xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşım edib. O 82 yaşlı aktyora qısa müddətdə sağalmağı arzu edib. Onu xəstə yatağında görmək heç arzu olunan deyil. Yastığın yüngül olsun, sənətkar. Xəstəxana çarpayısı heç yaraşmır. Tezliklə ayağa qalxmağını arzulayıram. Gözlərim gözlərinə gözləyirəm, gözlə dedi, sevgisi, məhəbbəti gözlə deyil, sözlə dedi. Hacı mənim çox böyük hörmət elədiyim Azərbaycan cəmiyyətində, Azərbaycan ictimai mühitində mövqeyi, yeri və simpatiyası olan bir adamdır. Və bugün mən eşitdim ki, qardaşımın ağır vəziyyətdəydim, biraz düzəlmişim. Eşitdim ad günüdür, hər telefona da cavab vermir. Mən zəng elədim, cavab verdi, sağ olsun da şərəfimə oldu ki, mən ki təbrik elədim. Çünki mənim bu kişiyə xüsusi simpatiya və xüsusi münasibətimiz var fərqli olaraq. Yəni, insan bu qədər xeyirxah, insan bu qədər ictimaiyyətçi, insan bu qədər elə üzü yola, mehriban. Bu adam canın, dostun, tanışın xeyrinə, şərinə sərf edən bir adam. Allah'ın olsun. Və bugün deyirsən... Hüsniyə Salmanova, Samir Əliyev bugün deyir. Yaşı var. Sən demə, sən demə. Doğrudan da ağır yaşına deyir.